Hekayə, pəncərədəki üz. Bu hadisəni danışan adam and içirdi ki, uydurma deyil. Elvin kiraya yeni evə köçəndə hər şey normal idi. Köhnə bina idi, amma sakit idi. Tək problem yataq otağındakı pəncərə idi. Pəncərə həyata baxırdı. Qarşıda isə başqa bina yox idi. Sadəcə boş, qaranlıq bir sahə. İlk gecə heç nə olmadı. İkinci gecə saat təxminən 02:30-da Elvin oyandı. Niyə oyandığını bilmədi. Sadəcə qəribə bir his vardı. Sanki kimsə baxır. Gözünü pəncərəyə tərəf çevirdi və dondu. Pəncərənin o biri tərəfində bir üz vardı. Amma məsələ o idi ki, bu mümkün deyildi. O 5-ci mərtəbədə yaşayırdı. Üz ağappaq idi. Gözləri isə çox böyük və heç qırpılmırdı. Elvin tərpənə bilmədi. Qışqırmaq istədi, səsi çıxmadı. Bir neçə saniyə, bəlkə də dəqiqə belə keçdi. Sonra üz yavaş-yavaş aşağı sürüşdü və yox oldu. Səhər o özünü inandırdı ki, yuxu görüb. Amma pəncərənin şüşəsində iç tərəfdən deyil, çöl tərəfdən barmaq izləri vardı. Üçüncü gecə Elvin işığı söndürmədi. Bu dəfə görsəm yaxınlaşacam, dedi. Saat yenə 02:30. O artıq oyaq idi, pəncərəyə baxırdı. Bir müddət heç nə olmadı. Sonra şüşədə yavaş-yavaş buxar əmələ gəldi. Sanki kimsə çöldən nəfəs alırdı. Və o buxarın üstündə yazı göründü. Aç. Elvinin ürəyi sıxıldı. Heç tərpənmədi. Yazı silindi. Sonra yenə yazıldı. Məni görürsən? 4-cü gecə o evdə qalmadı. Əşyalarını yığıb getdi. Ev sahibi sadəcə güldü və dedi. Sən də gördün? Elvin dondu. Nəyi? Ev sahibi sakitcə dedi. Hamı əvvəl pəncərədə görür, sonra otağın içində. Bu hadisədən sonra o ev yenə kirayəyə verildi. Amma maraqlısı budur ki, orada qalanların hamısı eyni saatı deyir. 02:30. Və hamısı eyni cümləni yazır çıxanda. Pəncərəni açmayın. Hekayəni qələmə aldı Püstə Sahib qızı, səsləndirdi Yaqub Mustafayev.